Salam uşaqlar. Deməli, bugün sizlə olan sınağın istəyirəm ki, səhvlərinə baxaq. Bir-bir qrammatikanın izahını vermək istəyirəm. Bizə burada deyir ki, birinci nümunədə püxtələşmək və püskürmək sözlərinin təhlilində deyir, təhlili üçün ortaq cəhətdir. Biz bilməliyik ki, bu söz necə tələffüz olunur? Püx, tə yox, püx, də. Püx, də, ləşmək. Xıştırıq səsi olmalıdır sözün sonunda. Demişik, sözün sonu cinciltili yox, çar tələffüz olunur. Püskürmək də necə tələffüz olunur? Püskürmək şəklində tələffüz olunur. İndi baxırıq. Deməli, burada bizdən istəyir yanlış ortaq cəhətləri. Deyir, yazılış və tələffüz arasında bir fərqli məqam var. Bu tamamilə yanlışdır. Çünki püskürmək sözündə də iki fərqli məqam var. Ç-nın c-yə keçməsi, sondakı ç səsinin də x üstü xət, yəni x üstü ştrix səsini deyirik də, yəni bunu ifadə eləməsi. Püxtələşmək də eyni zamanda o məqamla bağlıdır. Püx, də, ləşmək səsi olmalıdır. Deməli, bizim hər iki sözümüzdə, tələffüzümüzdə iki dənə fərqli məqam var. İndi baxırıq, A variantı yanlışdır. Eyni sayda çar samit. Püxtələşmək sözündə p-dır, x-dır, bizim çar samitimiz, bir də ş-dır. Püskürmək sözündə isə p-dır, s-dır və sondakı ç səsini biz görmüş olduq burada. Eyni sayda çar samit işləndi. P, s, sonda bir də deyək xıştırıq səsi. Birincidə hansı oldu? P, x, ş və sondakı xıştırıq səsi. Deməli, ortaq ola bilmədi. Birinci sözdə 4 dənə, ikinci sözdə isə 3 dənə çar samit var. Heca sayı və ahəng qanunu tabidir. Təbii ki, yanlışdır. Sözdə neçə sayt varsa deyirik, o qədər də heca var. Deməli, bu da üst-üstə düşə bilməz. Ən azından püskürmək sözü 3 hecalıdır, püxtələşmək isə 4 hecalıdır. Yalnız şəkilçinin fərqli tələffüzü bu da düzgün deyil. Çünki püskürmək sözündə tələffüz məqamındakı problem həm sözün kökündədir, püskür, c-da, yəni ç-nın c-yə keçməsi. Püxtələşməkdə də, bəli, püx, də olmalıydı. Deməli, burada fərqli tələffüz təkcə sonda olan maq-məç, yəni çılların xıştırıq səsinin ifadəsindən bağlı deyil, yəni kökünlə də əlaqədardır. Y artıq doğrudur. Eyni sayda cingiltili samit hər ikisində işlədilib. 4 cingiltili olmalıdır. Püxtələşmək sözündə t-nın d səsini ifadə eləməsi 1, l 2, m 3. 3 dənə cingiltili. İkinci sözdə isə c 1, r 1 və m da 3-cü. Yəni 3 dənə də cingiltili burada var. Cavabımız bir də Y variantıdır. İkinci, tərkibində qapalı sayt olmayan. Oxşadar sözünü biz necə tələffüz edirik? Oxşadar. Başlayacaq, amma başlayacaqdır. Olmaya, olmuya. Baxçaya, baxçıya. Gəncəyə, gənciyə. Cavabımız A variantı. Qalan hamısının tərkibində qapalı sayt var. Demişik, fonetika tələffüzlə gedir. Burada bəli, görməyib bilərik yazılışında. Yoxdur. Amma biz tələffüzlə apardığımız üçün konkret cavabımız qalır A variantı. Çünki qapalı saytlar hansıdır? I, I, U, Ü. 3. Hecaları nəzərə alaraq deyirsə, uşaqlıq sözündə konkret 3 hecalıdır, başında 3 dənə işarə qoyub, yəni bu variantda gedirik, çox rahat. Xüsusiyyət sözü neçə hecalı olacaq? 1, 2, 3, 4. 4 hecalı olan cavabı tapmalıydıq, cavab C variantı. Yəni, bu test bu şəkildə işlənməlidir. 4. Qidalanmaq və illərlə sözünün təhlili. Yenə qidalan yox, qidalanmaq olur. İllərlə isə illərlə kimi. Hecaları samitlə başlayır. A-nı ortaq götürə bilmərəm, çünki illərlə sözü saitlə başlayır. Ahəng qanununa tabidir. Xeyr, təbii ki, yanlışdır. Qidalanmaq sözündə düz deyil. Bütün samitlərin qarşılığı var. Ən azı bu boyda sözün içində m-nı, r-nı tanıyırıq. Bilirik ki, bunların qarşılığı yoxdur. 3 hecalıdır. Təbii ki, qidalanmaq sözü üçün keçərlidir. 4 hecalıdır. İki fərqli məqam var tələffüzdə, onlar illərlə, illərlə tələffüz olunduğu üçün l-nın n-ya keçməsi, sonda da n samitinin artırılması. Qidalanmaqda isə n-nın m səsini ifadə edilməsi, q-nın da x səsini verməsidir. Deməli, cavab Y variantı. İki fərqi var. Hansı cümlədə fərqləndirilən sözlər düzgün yazılıb? Xəzan fəsili. Fəsil sözü demişik alınmadı, fəslinin olmalıdır. Çünki niyə? Bu xəzanın fəslidir. Mənsubiyyətdə olan söz demişik kökdə olan saytını itirir. Bir ola bilməz. Şəklimizi divardan astılar tamamilə doğrudur. Çünki bu alınma sözdür. Demişik hər halınla kökdə mütləq düşmə olmalıdır. Təbiət qoynunda dincəldik, bəli. Kökdə düşmə olmalıydı. Çünki qoyun sözü o zaman kökündə olan saytı itirmir ki, o yalnız hal şəkilçisi qəbul edəndə. Bizim buradakı sözümüz isə 3-də təbiətin
qoyunu deməkdir. Onun qoyunu. Deməli, bu həm mənsubiyyət qəbul edib, həm də hal. Deməli, mütləq ki, kökdə olan sahibini itirməlidir. Gəminin burnunu, xeyr, gəminin burnudur, burnu. Niyə? Çünki burun sözü mənsubiyyət qəbul edib. Onun burnu deməkdir. Kökdə düşmə olmalıydı. Sinifin bütün şagirdləri bu doğrudur. Çünki sinif sözü demişik, həm halda, həm mənsubiyyətdə onsuz da itirir. Cavab 2, 3, 5. 6 da səhvdir. Qollarım dolanlar boyununa, yox boynuna. Niyə? Çünki boyun sözü onun boynuna dolanlar və yaxud da öz boynuna qoyduğumuz üçün qarşısına, deməli biz onu salmalıyıq. 2, 3, 5. 6. Tələffüzü düzgün verilən cavab deyə boyağı otu. Çünki boyaq yazılır, özündən sonra sait gəldiyi üçün q səsi x yox, q səsini verir. Kimsə burada öyrənmək yazmışdı. Öyrənmək olur uşaqlar. Heç vaxt sözün sonu cinciltili, belə deyək, öyrənmək yazdığımız söz ç heç vaxt cinciltili y verə bilməz. Əgər ondan sonra saitlə başlayan söz gəlmirsə. 2. Leksik şəkilçili söz cavab döyüşdəki. Döyməkdən döyüş, dəki leksik. A niyə olmaz? Sözün kökü otdur. Otdan otarmaq. İkinci arımız isə qeyri-qəti gələcək zamandadır. Otarmazdı deməkdir. Mazdı orada. Demişik, indi keçəndə bir daha deyəcəm. İnkarda işlətməliyik. Başqa burada yazanlar var idi. Çəkisizlik. Çək sözün köküdür. Çəkdən çəki. Çəkidən çəkisizlik. 3 dənədir. 8. Doğru fikri müəyyənləşdirin. Kinematoqraf necə var deyir yazılışla tələffüz fərqlənməməlidir. Necə var, elə də qalır. B variantı doğru cavabdır. Çünki qalın sözünü biz feil kimi bir tərəfini də sifət kimi işlədəndə ki, qalın parça, bir də desəm evdə qalın, mümkün deyil ki, biz buna amonim deyək. Çünki vurğu fərqi var. Oxşamaq sözü demişik amonimdir. Bir əzizləmək, bir də filan kəsin səni oxşaması. Monastır isə monastır, yəni tələffüzdə necə verilirsə o cürdə yazılır. Yəni t-dan sonra ı gəlməlidir. Y səhvdir, çünki niyə sərrascasına demişik s, t, f, t yanaşı gələndə t-nı salma qaydası var. 9. Sürkü sözünün təhlilindəki yanlış məqam təbii ki, vurğu əvvələ düşə bilməz. Demişik, %90 sözlərdə, isimlərdə vurğu sona düşür. Burada da t-nın, daha doğrusu ç-nın c-yə keçməsi var. Cavab qalır C variantı. Bizdən yanlış məqam istəyir də. Bəli, cavab C-dir. A doğrudur, fərqlənir tələffüz. Sözdə incə dodaqlanan qapalı sait var. Təbii ki, ülər. 2 cinciltili, bəli, r ilə ç-nın c-yə keçdiyi üçün r, c, 2 dənə də kar. S və t. Ahənc qanunu gözlənilib. Bu da doğru fikirdir. 10. Uyğunluğu müəyyən edim. Dünən vurğu sözün əvvəlinə düşür. 2-yə yazmalıydım. Burada da doğrusu yazmalıydıq 3-ə A-nı. Deyilişlə yazdırışda fərqlənmir. Yazmışdı. Vurğu düşür 2-ci hecaya. Və burada tələffüzlə yazılışın arasında bir fərqli məqam var. Ona görə B-ni heç birinə yazmıram. Gəzərdir. Gəzər. Vurğu düşür 2-ci hecaya. Və yazılışla tələffüzdə fərq yoxdur. 2-yə. Deməli, burada konkret 3-ə yazmalıydım. A-la A-nı yazmalıyam 3-ə. Sonra 9. Burada bir dənə fərqli tələffüz məqam var. Bir fərqli məqam. Bunu saxlayırıq. Dostumla, dostumla konkret 3 dənə fərqli məqam var. T-nın d-yə keçməsi, l-nın n səsini ifadə eləməsi, sonda da n-nı artırmaq. Dostumla. Deməli, burada 3 fərqli məqam. 1-ə olmalıydı Y. Vurğu sonuncu hecadadır deyirsə, bu olacaq 9 sözü üçün keçərlidir. Yazılışla deyiliş fərqlənmir. Vurğu 1-ci hecadadır. Bu isə dünən sözünə aiddir. Orada gəzərdir. Vurğu 2-dədir. Yazmışdı. Burada da vurğu 2-ci hecadadır. Deməli, B ilə C heç bir varianta uyğun gəlmir. Alnı açıq səhv istəyir bizdən. Təbii ki, alnı açığın antonimi var. Başı aşağı deməkdir. Qalan variantlar doğrudur. Alnı açıq sözü heç vaxt amonimlə də termin kimi işlənə bilməz. 12. 12-ni səhv yazan yox idi. La-nan kimi deyir tələffüz olunsun. Bacından açarı alıb otaqları təmizlə. Burada nan kimi tələffüz olunur. Ocaqla oynama, ocaqla oynama. Buzlu yollarda ehtiyatla yerimək lazımdır. Dostumla gəzməyə çıxdım. Uzun və yorucu yolu qayıqla gəzdik. Deyir. Burada bacımdan demir. Bacından açarı alıb otaqları təmizlə. Bacından deməli, burada dandır tələffüz olunan uşaqlar. Mən fikrim getdi burada. Bəli, bacımdan sözündə bacımdan olur. Orada laləni dediyi üçün təmizdən olmur ki. Təbii ki, cavab D variantı. 13. Bu sözü 1000 dəfə demişəm. Sual, mətbuat, seans, bəraət, qirayət, şücaət. Bu kimi sözlərin yazılış və tələffüzündə fərq yoxdur. Cavab Y variantı.
14. Deyir ki, qrafikdə yeri dəyişmə şərtindən səhv aradan qalxar. Cəraylı doğrudur, general da doğrudur. 2 səhvdir, gicit kən yazılır. Deməli, mən 2-də olan fikri keçirməli idim üzü bu yana yanlış cərgəsinə, yanlışdan da doğrunu tapmalıyam cilavar olan. 2 ilə bizim cavabımız 4 olmalı idi. 15. Çox az adam bu suala düz yazmışdı. Deyir ki, isimlərin hamısı quruluşca sadədir. Xeyr, bilik sözü düzəltmədir. Deməli, mən biri doğru götürə bilmərəm. Məndən də şərtdə yanlışları istəyir deyə biri birdir. İkinci doğrudur. Şəxs sonluğu qəbul etmiş sözlər yazıldığından fərqli tələffüz olunur. Bəli, bilikdir, vardı deməkdir. Deməli, həqiqətən də şəxs sonluğu nədir? Dırdır, durdur şəkilçisini qəbul edən sözlər. Bu doğrudur. 2-ni sildim. 3. Biz yəni şərtdə bizdə səhvləri istədiyi üçün biz bu testdə doğrudan yanlışı, yanlışdan doğrunu seçməliyik. 3-cü testdə yəlik halda olan isimlər antonim səslərdir. Yəlik halda olan sözüm hansıdır mənim? Ağılın, ağıllının, bir də ağılsızın. Antonim olarmı bunlar? Heç vaxt. Demişəm niyə? Çünki bunların kökləri eynidir. Eyni nitq hissəsidir. Mümkün deyil. Bu yanlışdır. Biz doğrunu tapmalıyıq bu cərgədən. Bütün sözlər adlıq haldadır isimlər. Baxıram, xəzinəsi, bəli. Onun xəzinəsi mənsubiyyət qəbul edib deyə adlıqdır. Bilikdir. Nədir? Bəli, dırdır, durdur, şəxs sonluğu qəbul edib. Digər hal yoxdur ki. Deməli, mənim bilikdir sözüm, xəzinə sözüm, xəzinəsi sözüm, vardır sözüm, hamısı isimdir və adlıq haldadır. Dünən qaydada da atmışdım. Əgər bir söz hal qəbul eləmirsə, digər bütün şəkilçiləri qəbul edirsə, bu sözü adlıq hal sayılır. Yəni, orada mən yiyəlik, yönlük, təsirli, yerli, çıxışlıq bu şəkilçiləri görmürəmsə, qalan variantda mənim sözüm adlıq halda olmalıdır. Deməli, 4-üm mənim doğrudur, 1 də 1 olmalıdır. Cavab C variantı. Hansı sözləri ismin 2 halında düşünmək olar? Uşaqlar, kitabı. Biri onun kitabı, konkret adlıq, bir də var kitabı mənə ver, təsirli. Çünki I şəkilçisi amonimdir. Biri birdir, ovcunla işimiz yoxdur. Çünki burada kökdə düşmə varsa, bu o deməkdir ki, bu bizim sözümüzdür, ovuc. Bir də, deməli, demişdik ki, kökdə düşmə varsa, yəni bizim sözlərimizdə konkret bilirsən ki, bu söz artıq mənsubiyyət qəbul edib və adlıq haldadır. Deməli, mən onu başqa halda fikirləşə bilmərəm. Çaydan sözü, bəli, çaydan keçdim, hal, yönlük. Bir də çaydan aldım. Yəni, qab mənasında da. Burada artıq dan leksik olur. Leksik olduğu üçün bu söz olur. Adlıq hal, çaydan keçdim deyəndə isə yönlük hal. Sinfin deyə bilmərəm 2 halda. Çünki alınma sözdür. Hər 2 cür düşünə bilirəm bunu. Oğulun, bəli, konkret kökdə düşmə yoxdur. Deyirəm bu sözdə yalnız yəlik haldadır. Qətdan, bu da yalnız adlıq haldadır. Bunu çıxışlıq halda fikirləşmək mümkün deyil. Dan orada yalnız leksikdir. Mənim cavabım biri 1-dir, 3-dür. Deməli, burada 1, 3. Aha, bunlardan ibarətdir. Sinfin sözünü, bir də sinfin, bəli. Çünki bunu həm hal, həm adlıq halda kökdə düşdüyü üçün, məsələn, sinfin, sənin sinfin xoşuma gəlir, adlıq haldadır. Bir də sinfin içi təmizdir, yəlik haldadır. Deməli, 1, 3, 4, 17. Məşhur sözü, deyir cümləsində hansı sözün sinonimi yoxdur? Təbii ki, bunu hamı düz yazmışdı, əməksevər. Sonra 18, bəli, bu da doğru idi, izah verməyə ehtiyac yoxdur. 19, kirlətmək sözünün yanlış fikri deyir. Kir, rət, rətdir. L, r-ya keçir. Kir, rət, məş səsini verməlidir. Sonda xışdırıq səsini verir. Bizə də deyirdi, yanlış fikir, ilk və son samit eynidir. Xeyr, çünki kirlət, məş sonda xışdırıq səsini verdiyi üçün ç işlənmədi. 20-yə neçə sözün kökü amonimdir. Bunu demək olar, hamı səhv yazmışdı. Burada biri dağdır, birinə dağ çəkirsən, nə hansı anlamda? Məsələn, qaşığı qızdırırlar və yaxud da sinəsinə basmaq, əlinə basmaq, yəni dağlamaq mənasında. Bir belə, bir də bildiyiniz dağ təpə. Bir var qan, sözü qanmaq, bir var ki, qan, bildiyiniz qan, bədəndən axan. Ax sözünü fikirləşə bilməmişdiniz, ax. Bir ax keçən günlər nida kimi, bir də suyun axmağı. Yağ da bilirik. Bir isim kimi yediyimiz yağ, bir də ki, yağmaq, yağışın yağmağı 4 dənə. Bu qədər. Yenə kimə hansı sual qaranlıqdırsa qeyd eləsin, dərsdə bir daha ona baxaq.